Mən orta məktəbdə də, universitetdə də xarici dil olaraq rus dil bölməsi olmuşam. Buna görə də primitiv rusçanı başa düşürəm. Məsələn, bir rus gəlib məndən su istəsə, yemək istəsə və ya fikrini ifadə etmək istəsə, mən bunu başa düşürəm. Amma indiyə qədər heç vaxt onu başa düşdüyümü deməmişəm. Və tələb eləmişəm ki, məndən Azərbaycan dilində və yaxud da ki, bacarmırsansa ingilis dilində danış. Mən gedib Gürcüstanda da olsam, mən Türkiyədə də olsam, mən bayaq misal gətirdim Bangladeşdə, Koreyada və okeanın o bir tərəfində də olsam, tələb elə bilmərsən rusca danış. Yəni daha doğrusu Gürcünü oraya ortaq dilimiz qarşımdakı insanla ortaq dilimiz rusca olsa, mən yenə rusca danışmayacağam. Sən hal-hazırki vəziyyətində o təfəkkürdə olmasan, o dili rədd edə bilməyəcəksən. Əkbər bilirsən nə demək istəyir? Yəni deyir ki, o mühitdə, o situasiyada edilməsi bir şey deyil. İşimizi çətinləşdirdi. Elə bil ki, yersiz millətçiliyinə görə mənim işimi artırdı. İşin gördü nəticə etibarı. Əslində bax, o canlı yayım deyil idi. Mənim də vaxtım var idi. Mən girdim Google-a. Çox məmnunum vəziyyətindən.